Ne deyir? Bütün açıq bucaqların yarısı kongruentdir. İndi bax gör düz deyil. Bucaqlar kongruentdir, bəli. Bütün açıq bucaqlar təkcə 180 dərəcə olur. Aha, yəni 180'in də burada yarısından söhbət gedir. 180'in də yarısı neçədir? 90. Aha, 90. Biz buradan bildik ki, bütün açıq bucaqlar dedikdə, onsuz da açıq bucaq 180 dərəcədir, yarısı da 90'dır. Aha, deməli bu kongruent olacaq. Aha. Sonra indi üçüncünü oxuyaq. Üçü müəllim. Aha. Bütün kvadratlar kongruentdir. Xeyr müəllim. Aha, nəyə görə? Ama kvadratlar bucaq deyil ki. Yox, tək bucaqlar kongruent ola bilir ki. Figurlar ola bilməz ki. Ama bütün kvadratlar kongruent. Bütün kvadratların tərəfləri bərabərdir. Yox, bax mən bura 2 dənə kvadrat çəkirəm. Bax gör bu kvadratlar kongruent kvadratlardır. Hayır. Deyil. Çünki biri kiçikdir, biri böyükdür. Düzdürmü? Bəli. Yəni biz bunlara kongruent kvadratlar, yəni bütün kvadratlar kongruentdir sözünü deyə bilmərik. Aha, deməli bu da yanlışdır. İndi 4'ə baxaq. Bütün düz bucaqların 6'da 5 hissəsi kongruentdir. Aha, bütün düz bucaqların. Yaxşı, Bütün hardan düz bil? bucaqların bir daha yanlış fikirdir. Yaxşı, niyə yanlışdır ki, Nuray? Bax, bütün düz bucaqların 6'da 5 hissəsi kongruentdir. Ümumiyyətlə, bütün düz bucaqlar dedikdə nə nəzərdə tutulur ki? Ümumiyyətlə, düz bucaq neçə dərəcədir ki? Təkcə 90 dərəcə olur da düz bucaq. Hə, deməli, bu bütün dedikdə uşaqlar, yəni onsuz da düz bucaq 90 dərəcədir da. Bunun bütünü yoxdur, düzdürmü? Yaxşı, 90'ın da 6'da 5 hissəsi neçə olacaq? Mənim 96'ya bölünür. Aha. 75. Bölürsən 6'ya, vurursan 5'e. Olur, yaxşı, 75. İndi bütün dedikdə biz burada uşaqlar 5 dənə tutaq ki, düz bucaq götürsək, 5'inin də 6'da 5 hissəsini tapsaq, yenə də 75 olacaq da, düzdürmü? Ona görə bax, bu elə kongruentdir. Yəni, bu da doğrudur. 2 ilə 4 doğru oldu, 1 ilə 3 yanlış. Bəli. Aha, yaxşı. İndi 4'ə baxır Cavidan. Açını. Aha, 4'ü oxuyaq Cavidan. Mən 3-cü sualdakı 4 yoxsa 4-cü sual? Yox, elə 4-cü sual oxu. Yaxşı, mən Aha. bir dəqiqə. Şəkildə acımı düz bucaqdır. Acımı konkret bucaq, bıcını və mıcını bərabərdir 60 dərəcə olarsa acımı və bıcını bucaqların dərəcə ölçüsünü tapın. Aha, bıcını oxumayaq da Cavidan. B, C, N, A, C, M. Düzdürmü? Aha, yaxşı. Bax, indi bizim diqqətimiz yönəldi birinci bu hissəyə. Burada nə deyir bizə? Onlar ikisi Aha. A, C, M, B, C, N konkret bucaqlardır. Yəni, konkurent dedikdə nə başa düşdük? Yəni bir-birindən dərəcəsi eynidir, Əla. bərabər. Aha, bildik ki, bax, deməli, A, C, M, bax, bu bucaqdır. B, C, N də bu bucaq. Deməli, bunlar ikisi bir-birinə bərabərdir. Bunu bildik. Aha, sonra? Sonra nə deyir? M, C, N bərabərdir 60 dərəcə olarsa, Aha. M, C, N 60 dərəcədir. A, C, M və B, C, N bucaqların dərəcə ölçüsünü tapın. Aha. A, C, M. A, C, M. İti bucaqdır da müəllim. Aha, iti bucaqdır. Yaxşı, iti bucaq olsun. Aha. 50 dərəcə yazaq. Çünki bu biraz bundan böyükdür. 60 dərəcədir. Yox. Bir dəqiqə. Burada
ümumiyyətlə iti bucaq 90-a kimi hər biri ola bilər. Yəni biz burada dəqiq dərəcə ölçüsünü tapmalıyıq. Yəni təxmini yox. Sən bax bizə bax bu şərtdə nə deyir? Şəkildə ACB düz bucaqdır. Yəni bizə nə deyir? İpucu veribdir bizə. Deyir bax bu bucaq düz bucaqdır Cavidan. Yaxşı, biz də bilirik ki, düz bucaq neçə dərəcəyə bərabərdir? 90. Yaxşı, deməli bu bucaq 90 dərəcədirsə, yəni bax buradan bura kimi 90-dır ümumi bucaq. Bu hissəsini bizə veribdir. Bax buradan bura kimi 60-dır. İndi yaxşı, qalan hissəni necə taparsan? Bax bir yaxda özün də dedin ki, bu iki bucaq, yəni sual işarəsi yazılan bucaqlar. Bunlar da bir-birinə bərabərdir. Aha, indi bunu necə tapa bilərik? 15-15. Əla, hardan bildin 15 olduğunu? Mən çünki düz bucaq 90 dərəcə olduğuna görə 60-ı veririm. İndi biz bərabər 90 dərəcə tapmalıyıq. 90-dan 60 çıxdım. 30 böldüm 2'ye 15. Əla, 30'u da böldük 2'ye düşdü 15. 15. Deməli, bizə də deyirdi axı, bunlar bərabər bucaqlardır. Deməli, hər biri 15 dərəcədir. 15. Aha, doğrudur. İndi səsi açın Nura. Məktəbdə. Hə, keçmisiniz uşaqlar. Konqrient fiqurları keçmisiniz. Bu dərs bunu işləyək. Növbəti dərslərində keçərik düzbucaqlının sahəsi mövzusuna. Aha, yaxşı. İndi 5-ci suala baxaq. 5-ə baxsın Qarazadə Nuray. Şəkildə M, N, K, açıq bucaqları M, N, E, K, N, F və N, F 120 dərəcə olarsa M-N-E və K-N-E bucaqlarının dərəcəsi ölçüsünü tapın. Aha, bizdən soruşur M-N-Y və K-N-F bucaqlarının dərəcə ölçüsü. Deməli, bizə burada nə deyir? Deyir M-N-K, yəni bu bucaq. Necə bucaqdır deyir Nuray? Müəllim, Aha. müəllim nə dediniz? Bax, bizə şərtdə nə deyir? M-N-K bucağı açıq bucaqdır deyir. Yəni, bax, bura açıq bucaqdır. Düzdürmü? Bəli. Yaxşı, açıq bucaq Nuray neçə dərəcəyə bərabərdir? Ekranı yazmayın uşaqlar. Aha, bax. Açıq bucaq. Aha. Açıq bucaq neçə dərəcədir? Bax, yadda saxla Nuray. Açıq bucaq 180 dərəcədir. Yadda qalar. Yaxşı, bax, biz buradan bildik ki, M-N-K bucağı, yəni bax, bu bucaq 180 dərəcəyə bərabərdir. Yaxşı, bura 180 dərəcədirsə, bizə burada nə deyir? Bucaq M-N-Y ilə bucaq K-N-F bucağı. Yəni, onlar hansı bucaqlar oldu? Şəklin üzərində göstərək. M-N-Y. Bax, bu bucaqdır. Düzdürmü Nuray? K-N-F bucağı hansı bucaqdır? Onu da göstər özün. K-N-F bucağını göstər görək hansı bucaqdır? Müəllim. Aha. Bax, K-N-F. Aha. Deməli, bu bucaq. Aha, düzdür Nuray. Deməli, burada oldu K-N-F bucağı. Deməli, Y-M-N, K-N-F. Deməli, bu bucaqlar necə bucaqlardır? Konqrient bucaqlar. Baxın, buradakı bu işarə uşaqlar konqrient sözünü deməsə də bərabər üzərindən belə xətt qoyulur. Bilin ki, bu konqrient deməkdir. Konqrient bucaqlar da necə bucaqlardır Nuray? Bir-birinə bərabər bucaqlar. Düzdürmü? Yəni, bax, bura neçə dərəcədirsə, bura da həmin dərəcəyə bərabər olacaq. İndi bu hissəni biz necə tapa bilərik? Sağ işarələr. Aha. Bax, bu qaydana gedə bilər. Diqqətli ol. Bax, biz dedik ki, bu iki bucaq bir-birindən konqrentdir. Yəni, bərabərdir. Tutaq ki, bilmirik neçə dərəcədir. Bura x dərəcədirsə, burada x dərəcə olacaq.
Yaxşı, bir də nə dedim Nuray? Dedim ki, bu açıq bucaqdır, MNK. Açıq bucaqda dedik ki, 180 dərəcəyə bərabərdir. İndi tənliyimizi qururam. X üstə gəlinsin 120, üstə gəlinsin X bərabərdir 180-ə. İndi biz burada X-ləri necə tapa bilərik? X-lər neçə olacaq? Müəllim, ikizlər, müəllim 1 olacaq. Birin üstə bir gəlində 2 kız. Yaxşı, olsun. 2 kız üstə gəlinsin 120 bərabərdir 180-ə. Aha, sonra? Müəllim, sonra da Aha. İndi 2x də bərabərdir neçəyə? Müəllim 2 kız da bərabərdir. Müəllim 30-a. 30 niyə? 180-dən 120-yi çıxırıq. Aha, 60-a. Deməli 2x bərabərdir 60-a. Buradan x neçəyə bərabər olacaq Nuray? X da müəllim 30-a. Aha, x də olacaq 30 dərəcə. Doğrudur. Elə bizdən də nəyi soruşur? MNY və KNF bucaqlarını. Yəni, bunlar da tapdıq ki, hər biri 30 dərəcədir. İndi səsi açsın Yusif. 6-ya baxaq Yusif. Yusif səsi aç. Anam bizim qızdaq Yusif adlı şah yoxdur. Yox, bugün qoşulubdur Yusif. Yusif səsin gəlmir. Müəllim səs açıqdır. Səsi açıqdır, səs gəlmir ancaq. Yaxşı, Məmməd Əli açsın səsi. Qoşulub Məmməd Əli. Müəllimə. Aha, Yusif, sənin səsin gəlmir. Çıx, yenidən qoşul. Yaxşı, Məmməd Əli, baxaq 6-cı suala. Birinci şərti oxuyaq görək nə deyir bizə. Şəkildə AOB açıq bucaqdır. Aha. COD bərabərdir EOF. AOF bərabərdir 50 dərəcə. EOD bərabərdir 60 dərəcə. Bu OC bərabərdir 20 dərəcə olarsa COD və EOF bucaqların dərəcəsinin ölçüsünü tapın. Aha, bizdən COD ilə YOF-in dərəcə ölçülərini soruşur. İndi bunu necə tapa bilərik, Məmməd Əli? Birinci öz fikrini də görək, nə fikirləşirsən burada? Necə edə bilərik? Yaxşı, Məmməd Əli, gəl onda burada diqqətlə baxaq şərtə. Deyir ki, şəkildə AOB açıq bucaqdır. Birinci mənə burada AOB bucağını göstər görək, o hansı bucaqdır ki? AOB. Aha. Mənim ən aşağıdakıdır. Aha, deməli, bax, bu bucaq AOB bucaqdır, düzdürmü? Deyir ki, AOB açıq bucaqdır. Yaxşı, açıq bucaq neçə dərəcə idi? 180. Yaxşı, açıq bucaq 180 dərəcədir. Bunu bildik. Sonra verilənlərdən başqa nə verir bizə? Deyir COD bucağla YOF bucağı. Yəni COD bucağı bu bucaqdır, düzdürmü? YOF bucağı da bu bucaq. Bu bucaqlar necə bucaqlardır, Məmməd Əli? 60-dan 50, bir də 20 toplayırıq. Aha. 130 dedik, 180-də 130 çıxırıq. Aha. Mənim 50, mənim D-dən C-nin arasında olacaq 20, F-dən E-nin arasında olacaq 30. Yaxşı, birin 20, birin 30. Nəyə görə birin 20, birin 30 götürdün ki? Məncədən bunu arasında mənim
xət var ya, yumru balaca. Aha. Hemen orada balaca diye 20 derece koyup, düzləncinin arasında da balaca diye 20 derece koydum. Yox, uşaqlar, siz heç vaxt, yəni şəkilə baxıb fikir bildirməyin. Yəni biz oradan dəqiq ölçü görə bilmərik. Biz məsələnin həmişə şərtinə diqqət edirik. Şərtdə bizə deyir ki, COD ilə YOF bucağı kongruent fiqurlardır. Bucaqlardır. Çünki üzərindəki bax bu dalğalı xətti görürsən, düzdürmü? Bu kongruent işarəsidir. Yəni kongruent fiqurlar da necə fiqurlardır? Bir-birinə bərabərdir. Sən də burada dedin ki, 50-ni, 60-ı, 20-ni toplayırsan olur 150, düzdürmü? 130 daha doğrusu. 180-dən çıxdın 130-u. Neçə qaldı? 50. İndi bizim bilmədiyimiz burada 2 dənə bucaq var. Bax, biri YOE bucaqdır, yəni bu bucaq. Biri də DOC bucaqdır, bu bucaqdır. Bu ikisi də bir-birinə bərabərdir. Yəni bu 50-ni sən 2 yerə bölməlisən. İndi 50-ni 2-yə böləndə neçə düşəcək? 25. 25. Deməli biz buradan bilirik ki, bax bu bucaqlarımız sal işarələrinin yerinə olmalıdır 25. Çünki bizə şərtdə deyir ki, bu bucaqlar bir-birinə bərabərdir. Yəni kongruent bucaqlardır. Ona görə biz bunu götürürük 25 dərəcə. Aydın oldu Məmməd Əli? Aha, lap yaxşı. İndi səsi açır Yusif. Bir dənə Yusif aç görək, eşidəcəm səsini. Bəli, müəllim. Hə, indi gəlir Yusif səsin. Baxaq 7-ci suala. Şəkildə AOB düz bucaqdır. AOD, BOC, AOC 58 olarsa bu BOD bucağın dərəcə ölçüsünü tapın. Aha. İndi gəl bir-bir bizə məsələn şərtində verilənləri tətbiq edək. Deməli, burada deyir ki, AOB düz bucaqdır. İndi həmin bucağı mənə göstər görək hansı bucaqdır o? Bax, şəklin üzərində göstər AOB bucağı. Mən göstərmirəm belə Hə, şeylər. AOB, bax bu hissədir da, düzdürmü? Bax, burada özləri qoyubdur. İşarəni. Yaxşı, bu düz bucaqdır. Ekran yaza bilmirəm. Hə, bildim. Yox, sən də mən işarələyəcəm burada. Yaxşı, AOB düz bucaqdırsa, düz bucaq neçə dərəcəyə bərabərdir? Mən 90. Aha, 90 dərəcəyə. Yaxşı, bax, bu bucaq 90 dərəcədir. Bunu bildik. Sonra bizə nə deyir şərtdə? Şərti bir də oxu. AOD, BOC. Yəni, bu bucaqlar necə bucaqlardır? Bax, işarəyə fikir ver. Arada qoyulan işarəyə. İki bucağın arasındakı işarəyə fikir ver. Mən kongruent. Aha, kongruent bucaqlardır. Kongruent bucaqlar da nə deməkdir, Yusuf? Mən yarısı. Yəni, bərabər bucaq, yarısı yox. Yəni, AOD bucağı ilə BOC bucağı deyir bir-birinə bərabərdir. Yəni, kongruent uşaqlar bərabər bucaqlar deməkdir. Yaxşı, bax, bura düz bucaqdır. Dedik, düz bucaq 90 dərəcədir. Sonra AOD ilə, yəni, bax, AOD bucağı. Bu bucaqla, sonra COB bucaq. Yəni, bu bucaqla bu bucaq bir-birinə bərabərdir. Bax, bunları da bildik. Sonra deyir, AOC 58 dərəcədir. AOC hansı bucaqdır? Bax, buradakı bucaq, düzdürmü? Bura 58-dirsə, AOC-nin yerinə yazdıq 58. İndi sən buradan daha doğrusu, BOC bucağını tapa bilərsən. Bir dənə şəkilə diqqətlə bax. Baxan kimi tapmaq olur. Bax, buranı silim tam aydın. Mən 90-dan 58 var. Əla, 90-dan çıxarıq 58-i.
Mən 32. Aha, yaxşı. Bura oldu 32 dərəcə. İndi bizdən şərtdə nəyi soruşur? BOD bucağın dərəcə ölçüsünü tapın. Aha. İndi BOD-ni necə tapa bilərik biz? Və diqqətini yenə yönəlt, bax bura. Bizə nə deyirdi? Deyirdi AOD bucağıyla BOC bucağı bir-birinə konqurent bucaqlardır. Yəni, bir-birinə bərabərdir. Sən BOC-ni tapdın 32 dərəcə, Yusif. Onda DOA bucağı neçəyə bərabər olacaq? AOD bucağı neçə dərəcə olacaq onda? Mən 32. 32, çünki bu bucaqlar bir-birinə bərabərdir. İndi bizdən də burada nəyi soruşur? Deyir, BOD. BOD. İndi biz rahatlıqla artıq hər birinin ölçüsünü bilirik. Bu bucağı tapa bilərik. Olacaq neçə? Mən toplayacaq da bulurum. Aha. Mən 120. Yox, 120 yox. 32 ilə 32-ni topladın 64. Üzərinə 58 gəlirsən. Neçə olacaq? Mən 122. Aha, 122. Deməli, BOD bucağı da oldu 122 dərəcə. Aydın oldu, Yusif. İndi bir dənə uşaqlar, dərsdən çıxın, Bəli. təkrar link atıram yenidən. Yaxşı.